Herkese selam. Benim adım Günlerdir. Bugün sizlerle birlikte 365 şiir ve nağıldan ibaret olan kitabımın ilk nağılını okuyacağım. Biri var idi, biri yok idi. Bir koca ve bir karı var idi. Onlar çok mehriban ve emin amanlık içerisinde yaşardılar. Bircə dədləri vardı ki, o da uşaqlarının olmamasıydı. Qış günlərindən birində bərk qar yağmışdı. Qoca pəncərədən baxırdı. Gördü ki, uşaqlar çöldə qartopu oynayır, atılıb düşürlər. Qoca qarısına dedi: "Gəlsənə biz də qarıdan özümüzə bir qız düzəltək." Qarı böyük sevinclə razılaşdı. Onlar çölə çıxdılar və qarıdan özləri üçün bir qız düzəltməyə başladılar. Əvvəlcə qar topası yığdılar. Sonra onun üçün baş düzəltdilər. Əlləri, ayaqlarını hazırladılar. Gözlərini, burnunu, qulaqlarını qoydular. Sonra bu qar qız canlandı, gülümsədi və bir anın içində gözəl bir qıza çevrildi. Qoca ilə qarı onu görüb elə sevindilər ki, onu öz evlərinə gətirdilər və o gündən qar qız onlarla birlikdə yaşamaya başladı. Qız sanki illər yox, aylar yox, saatlarla böyüyür, getdikcə də daha gözəlləşirdi. Aradan aylar keçdi, yaz gəlib çıxdı. Günəş artıq hər yeri istəməyə başlamışdı. Hər tərəf qış yuxusundan oyanmışdı. Amma qar qız çox kədərli idi. Bir gün qoca ondan soruşdu: "Niyə bu qədər qəmginsən? Qızım, yoxsa xəstələnmisən?" Qız ona cavab verdi: "Yox atacan, hər şey yaxşıdır, xəstə deyiləm." Beləcə günlər keçdi, quşlar uçub gəldi. Hər yerdə çiçəklər açdı. Qar qız isə gün keçdikcə daha kədərli olur, günəşdən qaçıb gölgədə gizlənməyə çalışırdı. Günlərin bir günü göy üzündə qapqara bir bulud göründü. Çox keçmədi ki, yaka-yaka dolu yağmağa başladı. Qız dolunu görər-görməz çox sevindi. Elə bir doğma qardaşını görmüşdü. Bir anın içərdəcə qaçıb özünə çölə atdı. Amma günəş yenidən buludların arxasından boylananda dolu əriməyə başladı. Yanda qar qız acı göz yaşı tökürdü. Tezliklə yay da gəlib çıxdı. Qızın rəfiqələri onu çəmənlikə dolaşmağa, mahnı oxumağa çağırdılar. Qız isə getmək istəmədi. Ancaq qarı onu qızlarla birlikdə getmək üçün yola gətirdi. Qızlar məşəliyə gəlib çıxdılar. Onlar burada çiçək yığır, mahnı oxuyurdular. Hamı sevinirdi. Qar qız isə yenə də qara idi. Günəş batanda ocaq qaladılar. Qızlar növbə ilə ocağın üstündən atlanmağa başladılar. Qar qız sonuncu idi. O elə ocağın üstündən atlanmaq istəyirdi ki, əriyib suya döndü. Qız ağappaq bir buluda çevrildi və yoxa çıxdı. Qar qızın rəfiqələri bircə onun ay dediyini eşitdilər. Onu çağırmağa, axtarmağa başladılar, amma elə beləcə də tapa bilmədilər. Bugünkü nağılımız bitdi. Dinlədiyiniz üçün çox sağ olun.